Nətər görsən ama aşağı saçın uzanır. Nətərəm indi? Salam. Axşamı xeyir, necəsən? Çox sağ olsun, nətərsən? Şükür, mən də yaxşıyam. Yaxşı olun. Sağ ol, siz də həmişə yaxşı olun. Yığdım, bayaq açmadınız, dedim, nənəmin üzündən qara xal çıxacaq. Neçə yaşın var? Mənim 24. 24. Mənim də 30 yaşım var da, bilirsən. Hə, bilirəm, biz elə istəyirik səni. Harada qalırsan? Mən Bakıda. Harasında? Bakının belə Suraxanı tərəf. Mən də Bərdədə qaldım. İndi Bərdədə gəlin olmağa hazırsan? Yoxsa bəziləri kimi, o biriləri kimi tutursan, 2 gündən, 3 gündən sonra yox olacaqsan? Yox, yox, niyə ki? Əsas sevgi olan yerdə fərqi nədir ki? Rayon oldu, Bakı oldu, şəhər oldu. İndi məni bəyənirsən, bax, durdu. İndi deyib, bax, bəyənirsən məni? Hə, mən səni bəyənirəm, izləyirəm də, çox xoşum gəlir, ürəyi açıq, təmiz insansan. Təşəkkür. Və sən məni bəyəndin mi? Hə, bəyəndim. Yaxşı, şirin qızım. Dədiyin xəbəri var? Kimin? Dədiyin. Danışımızda. Yox. Mamayin də yoxdur? Yox, heç kimin. Və aşk dönəmdə, ha? Hə, gərək deyil. İndi sən bəyən ki, deyim də, mən bəyəndim mən, hə, şirin qızsan, bəyəndim. Hə, indi mən deyərəm, yaxşı mama gilə. 90-60-90 da dedin. 90-60-90 deyəndə hədə belə incə qıza. Boy neçədir? Boy mənim 1.60. O, bələz balacasan. Hə, balaca. Bir yaşlı adamı. Hə. Burcun nədir? Mən Burcum tərəzi. Hə, mən də əkizlər. Uşaqlar tərəzlə əkizlər tutur. Nə? Tutuşar yəni. Hə, indi tövqatucuya, heyvana baxmağı xoşlayırsan? Belə baxmamışam, amma xoşum gəlir yəni. Toyuqda zaten mənim nənəmin də toyuqları vardı. İndi mən yağış yağanda potini geyinəsən ayağına, bilirsən, dizə qədər palçığa baxırsan, Sonra da gəlib çimərsən, deyib, içində hamam var. Hə, soda çimərcəyik. Çünki 2 dənə verdirəni doldurasan, qaynar daşıyasan ora. Qəşə ləyəni götürəsən, dənlə yemi qatışdırasan, bax belə. Birinə ördəklərə mən verərəm, hündüşqalara, toyuqlara da sən. Qəşək qolumuzu, dizimizi çirməyərik, qəşək şalvarımızı çirməyərik yuxarı dizə qədər. Gedək palçığa batarıq da, gəl sonra çimib, rahat oturacaq evimizdə. Əsas odur ki, deyək, bugün də qoyub, kəsib qabağımıza qoyub, yeyirik. Hə, qəşəkdir. Həyat çolpası zadı çox qəşəkdir. Yeyə bilirsən mi hamısından, ördək saat, hündüşqa satamısından? Hə, hamısından biz yeyirik, başlayırıq. Şirin ağabbaq düşək, ağ qızsan ha ama. Hə, ağam. Bəyəndim. Haran oxumusan? Mən oxumamışam, belə tip kursuna zadına getmişəm. İşləmirsən də, işsizsən? Yox, evdəyim, işləmirəm. Mən işləyib sağa baxacam. Da yəni, keçəcəm o bir otaqda, TikTokumda işləyib sağa baxacam. Hə, inşallah, qəşək. Evdə zaten it də saxlayıram, ha, pişiyim də var. Hə, gördüm bayaq it canlı da, qəşək. Lili deyə, hal-hazırda durub bana baxır, görsən? Hə, it qəşək, mən itlərdən xoşum gəlir. Deyə. O birisi orada yeyir, bax. Pondi! İkisi də həyətdədir. İndi mən bax, görsən effektsiz, təbii bax effektsizəm də, WhatsAppda effekt yoxdur. İndi bax, gör məni bəyəndin. Hə, qəşək. Sən effektlə də qəşəksən, effektsiz də qəşəksən. Hə. Heç neysən effekt, effektsiz daha qəşəkdir. Dədən nə işlə məşğuldur? Maman, qardaşın, başın, hamısı var? Hə, qardaşım da var, bacım da var. Nə işlə məşğuldular? Atam belə sürücülük edir, mamam da işlə evdə qalır. Dədəm məni tanımamış olmaz, maman tanımamış olmaz. Bir tiktoker. Mamam gül baxırlar, hə, tanıyırlar. Atam bilmirəm, amma mamam gül tanıyır, baxırlar. Hə. Bu danışda elə belə mamanla, denən gedim. Belə deyim. Gostava da
danışaram. İndi bilmədim də, bu birinci öz video göstərim, birdən bəyənməzsən də, ona görə dedim birinci səndən danışım, sonra mamam günlər. Ya, daha ne? Yürümcə baxaq şülək. Neyse bakalım. Əsas o da bəyəndim. Beğendim. Tatlısı da var kardeş. Evin balaca kızısan. Mənlə bacım böyükdür. Adın nədir? Adın? Mənim adım Aynil. Ne? Aynil. Aylin? Aynil. Hə, biraz adım qəribədir. Ayını, yılı. Hə. Aynil. Ne garip adım var. Hə. Benim de adım Babək. Əvlə. Aynil. Ha. Keşke ben. Ay Allah keşke kızlar. Allah'ım dostum. Şirin. Her zaman makyajsız zatsız da tabii. Hə. Əsas o da bəyəndim. Çox. Beğendim. Bayaqdan yıldım, gördüm, asmışam, dedim. Otaqlarımı görmüsən? Otaqlarımı görmüsən? Belə biraz canlı da. Yemək yesen nuş olsun. Pişir. Nece 24 yaşı var. Öyle keşi pişirin. Kız da keşekti ha. Keşek kızdı uşaqlar. Allah keşek olmasa deyərəm ki şeydi, keşekti. Şimdi ben Malcı'ya gedirəm də belki bilirsən. Müalicəyə? Hə. Ha, yox, onu bilmirdim. Ben baxırdım sən canlarına. Prosto bu aralar biraz baxanmadım. Heç vaxt evdə olmur. Yazdılar ki subaydı. Heç vaxt evdə olmayıbdı. Yox, evlənmişəm mən. Həqqi. Hə, mən evlənib ayrılmışam. Həqqi doğumsan. Hə, bir dənə oğlum var. Az yaxşı, həqqi oğlum. Bari qız doğaydın da oğlan. Oğlan biraz şey olur. Siz? Nə oğlan? Şoka düşdün. Niye o şoka düşmədim? Bir dəfə ailə həyatı qurdum, ayrıldım, bir dənə oğlum var, pis o belə. Neçə yaş var oğlum? 2 yaşı var. Atası aliment verir, papası. Aha. Ne olar ki uşaqlar boşananda? Bəlkə də elə qismət olur ki, başına talih qalıb, boşananda ne olur ki? Boşanmış insan almırlar. Alırlar. Elə də bəlkə qismət talihi belə gətirib. Mən tanımaq istəyirəm xanımı. Şirin xanımdır. Qaşqabaqlıdır. Güləriz, mehribandır. İndi mən də ərinə, sən bilirsən də qəşəng mənə yeməklər pişirəsən, mənə yaxşı baxasan, bankalayasan. Yəni bir dediyimi iki eləməyəsən, mehriban ərələ durub yaşayacaq. Əsas mehribansın. Niyə ayrılmısan bəs? Niyə ayrıldım, belə deyim də, xəyanət üstündə. O sağ xəyanət elədi. O mən xəyanət elədi, mən də ayrıldım. Nə, başqa qızla görüşdü? Nə, tut, nə bildin bə? Telefonun azadına girəndə baxdım, gördüm. Bir dənə telefondan elə ailə dağıtmağa məncə dəyməz. İndi bir kişidir, kişilərin hamısı danışır da. Allah and olsun, kimdə Allaha and olsun kişilər var ki, bax Allaha and olsun. Bax telefonlarda adların yazırlar ki, Vüqar, Əhməd, hamısı da qızdır. Ki, bu qədər danışan var ki. Hansı evli kişi danışır ki? Gizli, gediz maşının altına, maşının üstü partaçı.
Baçok var, Bartaçok deyirlər var, ora telefon soxurlar. Söndürür soxurlar ora. Xəbərləri də yoxdur. Məncə uşağın da var idi sənin. Bir dənə xəyanət üstündə ailə dağıtmağa şansın dəyməzdi məncə. Ailə gözəl şeydir, Allah hamd olsun. Danışıb dana. Evet. Danışıb dana. Valla danışıb dana. Kişi xeyli var. Hansı kişi danışmış ki? Zəng gəlirsə mən şey deyim, Yox. danışarım. Ay yine rahat yanlardan ay koyun. Yaxşı, duran bax. Zamanlı söyleden bakar. Niyə özümə baxamam? Makim baxırsan baxırsan. Deyir cəmal, sizə danışmaya, elə baxarım tıp kimi. Uşaq otağım da hazırdır. Sesənə, yaxşı sizə dan. Deyir, elə demə, deyir o, uşağına baxacaq ancaq, sağa baxanda deyir o. Əhsə eləmə, məni sevdi, dəlsən. Ki sən başına elə danışma, sən tanıma, yaxşı, qarışma. Yaxşı deyil, yaxşıdır, seslə danışma, deyir sabah. Niyə baxmır, elə ki, baxacaq ki? Ərinə də baxacaq, uşağına da baxacaq, niyə? Yandın, qısqandın, partladın, çatladın. Partiri, Allah partilasam buna fikir vermə, ha. Yaxşı, fikir vermə. Yaxşı, Ha, 24 yaşı var. Mama gel çağır, mən gedim danışaq, yaxşı? Deyən gözlə bedini. Hə, yaxşı. Qoy, mən sana şəxsin nömrəmi verim da. Deyən adı qoy verdi. Hə, mən sana şəxsin... Yazarsan mən şey deyərəm. Hə, yaxşı. Hə, sən. O da mən evdir. Nə day bedini qoymayasan var da uşağı. Kalk mən öpür. Yeməyin yanında ya. Bir geçeydi. Bir geçek kızıydı. Allah hamd olsun ama geçeydi. Az şirinliğiyle desen değerdi. Ağabbak değil. Ağabbak. Abbak kızdan öpür. Kara kızıyla hoşlanmıyor. Ne yalan değil. Ah.